Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tahirin. Ve ca'at seyyaretun fe erselu varidahum fe adla delveh. Hz. Yusif'in cərəyanını Qur'anda oxuyurduq. Yusif'i zindana saldılar. Özür istəyirəm. Ağay Əli Əkbər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve ca'at seyyaretun fe erselu varidahum. Hazreti Yusif'in cərəyanını Qur'anda araşdırırdıq. Yusif'i quyuya saldılar qardaşları. Onlardan ki, intizar var dünyada, onlar insana köməkçi olsunlar, onlar insana belənci bir musibəti gətirdilər. Ona görə Həzrəti Yaqub buyurdu, fəsəbrun cəmil. Amma bu quyuya salandan sonra aləmin müdiriyyəti, idarəçiliyi Allahın əlindədir. Bəşər oxşayır bir qarışqalara ki, bir dairədə, bir mühitdə dolanırlar, bir insan da onları nizarət edir. Bu qarışqa özünü o birisi qarışqalara nisbət böyük bilir. Zor deyir, zülm eləyir, ərazisini çoxaldır. Amma bilmir ki, bu insan ki, bunları nizarət edir, bir barmağı ilə o oradan gedə bilər ayrı yerə, köçüldülə bilər, sürgün ola bilər, ölə bilər, dəyişilə bilər, zəifləyə bilər. Aləmin müqayisədə ləysə kimi istəyir, Allahın tayı yoxdur, amma bundan da daha dərindir. Allah-u Teala mühitdir aləmə, ihatəsi var bu aləmə. Allah-u Teala qəyyumdur bu aləmə. Hər halda rububiyyət ilahi ilə insan yaşayır. Allah Rabbul aləmindir. Bir karivani ki, o tərəfdən geçirdi, gəlir bu Yusifi quyudan çıxardır. Amma əcib bir nüktədir ki, insanlara böyük dərsidir. İlk baxış ki, bu Yusifə bunlar baxırlar ki, müjdə verirlər, bəşarət verirlər bir-birlərinə, Yusifin mal olmağıdır, yəni bu kapital olmağıdır, elə bir alış-veriş bir malıdır. İnsanı bu səviyyədə baxırlar. Bəzən insan bilməz əlində nə var, diqqət eləməz bu nə dəyərli bir varlıqdır. Ona görə Quran burada buyurur ki, bunlar bir-birlərinə müjdəçi verirdilər və əsərruhu bizaətən. Bunu da gizlədirdilər bu unvanda ki, lələrində yeni bir kala, yeni bir mal, yeni bir kapital tapılıbdır. Bir qiymətli maddi baxımdan bir mal tapılıbdır. Ona görə bunu çıxardırlar və özlərinə saxlayırlar. Qardaşları sabahsı səhər ki, bu görürlər, bu qardaş bu quyudan çıxardıblar Yusifi, bir ucuz qiymətə satırlar. Və şərəvhu bəsəmənin bəxsin. Bu ucuz qiymətə satmaları da buna xatir idi ki, Yusifdən onlar daha çox nizarət eləsinlər. Çünki Yusif barəsində hədislərimizdə var, bir sıra zəif nöqtələr deyidilər ki, Yusif qaçan quldur, Yusif mümkündür oğurluq eləyə, əli düz olmaya, bir cür şeylərlə istəyirdilər, bunlar Yusifdən daha çox nizarət eləsinlər, Yusif qayıtmasın tazadan atasının evinə,
və bunu aparsınlar. Ona görə bu cür vəsflərlə, belənci bir xiyanətli sözlərlə bu qulun ki, qulda olsa ucuzlaşar qiyməti. Ucuz qiymətlə satmağa razıdırlar. Çünki qiymət mühim deyildi bilələrlə. Mühim bu idi ki, Yusif bu tərəfdə tapılmasın daha. Atadan tam uzaqlaşsın. Ona görə belənci bir nüktə bu ayədə vardı. Amma bu karvan o ilk baxış Yusifə var idi, daha tədricən aradan gedirdi. İnsan o təbliğatla baxışları gerçək baxışla ayırmalıdır. Yusifin qardaşlarının təbliğatı Yusif barəsində bu idi ki, qaçan quldur, bu iki əli oğrudur, belənci bir məsələlər Yusif barəsində deyirdilər. Özlərinin xeyrinə ki, bunu daha nizarətləri çoxalsın, qayıtmasın. Amma Yusif o da idi. Yusif Allah oliyalarından idi. Ona görə hər yerdə bu karvan gedirdi, bərəkətini hiss edirdilər. Yusifin addımlarının mübarəkliyini, bərəkətli olmağını bunlar müşahidə edirdilər. Getdikcə o baxış silinirdi. Və o qədər silinirdi ki, Yusifin o alanı daha Yusifdən ayrılmadı. Qeydli gəldi. Çünki Yusifin duası ilə hədislərdə var, uşaq olmaz idi, uşaq oldu. Bu, insan bəzən o həqiqi qiyməti bilməz. Nəyi əlindən verir bilməz. Bunlar həqiqətdə baxsaydıq, bir Allah oliyalarını əlindən verdilər. İnsan özünə nisbətdə belənci bir mühasibəsi olmalıdır. Hədislərimizdə var, sizin bədəninizin qiyməti cənnətdir, ucuz satmayın. İnsan bəzən dünyada özünü çox ucuz satar. Müvəqqət ləzzətlərlə özünü satar. Başqasının razılığı olsun, öz imanını satar. Hadisələrdə görürsən, çox ucuz özünü satdı. Bu bir məsələdir ki, biz ictimai hadisələrdə də görürük, insan imanını nə cür ucuz satar. Buyurur ki, Əkanu fihə minəz zahidin. Yusif barəsində çox bunlar rəğbətsiz özlərini göstərirdilər ki, ta bilsinlər ki, bunlar Allahlarındandır Yusifi üçün belənci bir əziyyət vericidir güya, Allahlarından da bu geçsin və çox qiymətli bir qul dəy onların danışıqlarında belə çıxırdı. Bir sual burada ortaya çıxır ki, Allah niyə Yusifi belənci bir çətinliklara saldı, amma Yusifin qardaşları özü çətinliklara düşmədilər. Belənci bir böyük zülm elədilər, böyük xiyanət elədilər. Hələ Yusifi şikəncə elədilər, quyuya saldılar bir zülm. Yusifi bir cür qul, Yusif ki azad idi, qul kimin satdılar, ikinci zülm. Allah-u Teala dünyada bəzi insanları daha buraxar öz başına. Onlarda bu qabiliyyət, səlahiyyət yoxdur, yuxarıya çıxsınlar. Nəhayət budur ki, tövbə elərlər, tövbələri qəbul olar. Amma bəzi insanlarda bu dərəcə çıxmaq, bu mümbit şərait var ki, çıxsınlar yuxarıya. Onlara tapşırıq gələr. Əl-bəla'u lil-vila. Allah oliyalarına müsibət, çətinlik gələr. Bəzi insanlara o Allah'dan gələn bir sıra tapşırıqlar onlara gəlməz. Sonra onlar daha bu səlahiyyətləri, bu qabiliyyətləri yoxdur. Bəs Yusifin əsli qiyməti ayrı bir zatdır. Getdikcə aşkar olurdu. Hətta
O vaxt ki, Yusifi gəldilər Misridə satdılar, orada biraz aşikar oldu. Yusifin zəkavəti, Yusifin tədbiri, Yusifin ədalətli davranışı, Yusifin təvazuğu, insani dəyərlər Yusifdə yavaş-yavaş göründü. Getdikcə bu günəş daha çox şüası, daha çox cazibəsi çoxaldı və Yusifin ilahi bir şəxsiyyəti göründü. İnsan bəzən xəsarətini bilməz kimi əlindən getdi. Digər nöqtədə insan bəzən bilməz nə əlinə gətiribdi. Bəzən məscidində bir pak, salih bir insan var, rahat ondan faydalana bilər, salihlik yolunda. Bir şəhərində bir alim var, pak bir alim-i Rəbbani var, ondan faydalana bilər. İnsan bəzən məhzərində, huzurunda, kənarında, yaxınlığında olan o ilahi neymətləri bəzən qəflətdə olar, bəzən diqqətsiz olar o ilahi neymətlərə. Yusifləri görməz. Ona görə insan diqqət eləməlidir. Kənarında nələr vardı? O neymətləri ki, Allah-u Teala o neymətlərlə insanı əhatə eləyibdir və buyurur, Allahın neymətlərini siz saysız saya bilməzsiniz. Bəzən insan sayır neymətləri, hətta bir barmaq qədəri də özünə Allahın neymətini görmür. Niyə? O neymətlər inşallah neymət olaraq bəşərə göndəribdir, onlara nisbət qəflətdədir və diqqətsizdir. Yusifin həqiqi qiyməti bunlar deyil. Düzdür, Yusifi orada da istədilər satsınlar, böyük qiymətlə alındı Misirdə. Amma Yusif onlar deyildi. Yusif Allahın ovliyaları idi. Yusif bir bərəkətli bir məxluq idi, Allah-u Teala Misrə göndərmişdi. Yusif bir məmuriyyət tapmışdı. Eyni halda bu paltarla, bu forma gəlmişdi o şəhərə və bu risaləti öcür istəyirdi başlasın. Allah ovliyaları belə deyir ki, həmişə məşhurdular, həmişə tanınmışdılar. Belə deyir ki, Allahın pak insanları həmişə görünürlər. Allah-u Teala buyurur, mən böyük günahları ki, bağışlanmaz günahların içində gizlətmişəm ki, tamamı günahlardan qaçasız, düşməyəsiz günahlara. Çünki məlumdur, ən böyük günah nədir? Bəzən mümkündür bir səcdə insanı 6000 il ibadətini yandıra. Çünki o səcdə xəbər verir insanın istikbarından, özünü böyük tutmağından, hətta Allahdan. İnsan bəzən bir günahı eləməz. Bəzən bir günahı doçar olar. Bu ki, bəzən yox, günahı doçar olandan sonra özünü haqq bilər. Şeytan öcürüydü. Deyir də Allahdır bu məsələdə haqsızdır ki, mənə səcdə dəsturu verir Adəmə. Buna deyirlər, əba və istəkbərə. İba elədi, imtina elədi və bu imtinası istikbarından irəli gəldi. Özünü böyük tutmağından. Bu bir səcdə günahlığı bir səcdə deyil. 6000 ibadəti heç eləməkdir, yandırmaqdır. Ona görə insan diqqətli olmalıdır. Və Hz. Yusifin cərəyanında da belədir. Hz. Yusif bir Allah-u Teala bəs böyük günahların içində gizlədib və Allah ovliyalarını öz insanların içində. Ki, insan bəzən Allah ovliyalarını tanımır. Ona görə buyurur, hamiyə hörmət elə. Hamiyə kəramətini, alicənablığını riayət elə, nəzərdə al. Bu böyük bir ictimada, cəmiyyətdə bir qanundur ki, insan insanların hörmətini saxlasın. Yusifdir mümkündür, qul adındadır. Yusifdir mümkündür, quya düşüb qardaşları ayrı cür qələmə veribdir. Zindana salıblar, ayrı cür qələmə veriblər. Yusifdir. Bunlar böyük bir ibrətlərdir və dərsilərdir insanların həyatında. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.